Buyurun Neşən qardaş, şirkdən qorunmağın yolları nədir? Bəli. Ümumiyyətlə şirkdən çəkinməyin yolları ilk öncə bayaq qeyd etdiyimiz kimi şirkin nə olduğunu öyrənmək, elm almaq. Yəni tövhid elmini öyrənmək. Bəli. Budur. Çünki insan bir şeyin bilmədikdə, yəni şirkin nə olduğunu bilməsə, yəni bilməsə ki, hansı əməl şirk sayılır, hansı əməl şirk deyil, o zaman o insan heç özü xəbəri olmadan da həmən günaha düşəcək. Yəni həmən şirk edəcək və özünün də bundan xəbəri olmayacaq. Amma əgər mariflənsə, öyrənsə və mariflənmək də nədir? Tövhidə aid dərslərə qulaq asmaq, kitablara. Çünki alimlər Quran və sünnəyə əsaslanaraq şirkin bütün növlərini qeyd etmişlər. Bəli. Və hətta sünən alimləri, yəni hədis alimləri bunun üçün ayrıca bir başlıq ayırıblar. Tövhid və yaxud bu əməlin şirk olması. İnşallah gələcək dərslərimizdə biz bunların bəzilərinə toxunacağıq. Deməli, ilk növbədə nədir? Demək, şirkin nə olduğunu öyrənmək. Bəli. Şirkin nə olduğunu öyrənmək və ondan qorunmaq. Bu bir. İkincisi isə dua etmək. Necə ki, bayaq İbrahim əleyhissalamın duasını qeyd edir və həmçində Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin Əbu Bəkrə öyrətdiyi dua. Allahumma inni a'udhu bika an ushrika bika wa ana a'lamu və əstəğfiruka limə la a'lam. Yəni Allahım bilərəkdən etdiyim günahdan sənə sığınıram və bilmədən etdiyim günaha görə səndən bağışlanma diləyirəm. Və ümumiyyətlə dua çox önəmlidir. Yəni biz baxsa görərik ki, hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə Allahdan sabitlik istəyir. Allahdan sabitlik istəmək lazımdır. Dində sabitlik və azmamağı, azmaqdan Allaha sığınmaq. Və bir hədisdə Ayşə radiyallahu anhə deyir ki, bir dəfə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin belə dua etdiyini eşitdim. Ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dinində sabit et. Və Ayşə radiyallahu anhə təəccüblənir. Deyir ki, ey Allahın elçisi, sən Allahın elçisi ola, sən də mi belə dua edirsən? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona nə deyir? Deyir ki, ey Siddiqin qızı, həqiqətən qulların qəlbi Rəhmanın barmaqlarından ikisinin arasındadır və istədiyi kimi çevirər. Və ona görə də Allahdan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, sabitlik istəyin. Yəni Allahdan sabitlik istəmək nədir? Dində sabitlik odur ki, tövhid üzərində sabit olmaq. Biz özümüz namazda hər gün qıldığımız namazların hər rükətində nə deyirik? İyyəkə nə'budu və iyyəkə nəstəyin. Həmçinin ki, ihdinəs sıratal müstəqim. Yəni bizi doğru yola görə. Nə deməkdir? Yəni o deməkdir ki, biz doğru yolda deyilik. Sadəcə Allahdan bizim hidayətimizin artırılmasını və bizi doğru yola sabit etməsini. Doğru şəkildə başa düşmək. Bəli.